Başlanğıc da yoxdur, son nöqtə də yoxdur. Aha. Şuada başlanğıc var, son nöqtə yoxdur. Parçada hər ikisi də var. Düz xəttin üzərində n dənə nöqtə götürülərsə, şuanın sayı necə tapılırdı, parça necə tapılırdı? Şua n vur 2, parça n vur, n çıx 1 bölünsün 2. Tutalım 6 dənə nöqtə götürmüşəm. Neçə şua, neçə parça əmələ gələcək? Mənim 12 şua, Aha, 6'nı 2'ye vurduk 12. Sonra 20, 10 da parça. dəqiq hesabla. Yox, 25'i bölür 2'ye. Aha, 6 5 15. 15'tin. 6 5'in 30 böldün 2 15. Tamam. Bucağın hansı növlərini tanıyırsan de görüm. Bucaq, düz bucaq, anar. Aha. Düz bucaq, iti bucaq, kör bucaq, Açıq bucaq. açıq bucaq. Dərəcə ölçülərini də görüm qızım. Açıq bucaq 180 dərəcədir. Aha. Düz bucaq 90 dərəcədir. Kör bucaq 90'dan böyük, iti bucaq ise 90'dan kiçik. Tənbələ nə deyilirdi bəs? Tənbələn bucağı yarıya bölür. Tənbələ. Qonşu bucaqlar nədir, qarşılıqlı bucaqlar nədir? Qonşu bucaq cəmi 180'ə bərabər olur. Aha. Qarşılıqlı. Qarşılıqlı bucaqsa Nə olurdu bir-birinə? bərabər. Bərabər olurdu.